Komponentlərin qarşılıqlı əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Bizdən doğru qarşılıqlı əlaqə olan bir bənd istəyir. Bəndlərimizə nəzər salaq. Havanın enən hərəkəti yağıntının miqdarını artırır. Yəni biz bilməliyik ki, havanın enən hərəkəti deyil, qalxan hərəkəti soyuyaraq yağıntının artmasına səbəb olur. Demək ki, bu bənd yanlış bənddir. Sahildən isti cərəyanın keçməsi səhlənməyə səbəb olur. Xeyr, sahildən isti cərəyan keçərsə, bu havanın qalxaraq yağıntının artmasına və meşələrin yaranmasına səbəb olur. Demək ki, bu bəndimiz də bizim yanlış bənddir. Səhralarda yağıntının çox düşməsi təbiətin kasıb olmasına səbəb olur. Bildiyimiz kimi səhralar arasında yağıntılar çox düşmür və bu da artıq bənd olaraq yanlış olur. Dəniz sahilində yerləşən şəhərlərdə gəmiçilik zəif inkişaf edir. Əksinə, dəniz sahili bölgələrdə gəmiçiliyin inkişafı daha yüksək olmalıdır və bu bənd də yanlış olduqda digər bəndimizə də nəzər salırıq, sonuncu bəndimizə. Dağlıq ərazilərdə meşələrin qırılması sürüşmə prosesini sürətləndirir. Bəli, bildiyiniz kimi sürüşməni aktivləşdirən bir çox səbəbləri var ki, onlardan biri də dağlıq ərazilərdə, meyilli ərazilərdə meşələrin bitki aləminin qırılması, məhv olmasıdır. Bəli, bu bəndimiz doğru bənd olacaq.